130 ildir vətən həsədi. 32 il. 32 il. Torpaqlısı yaşamışıq. Şəhərdə, orada, burada. Ama vətəni unutmamışıq. Hər zaman yadımızdadır, xatirimizdadır. Qismət oldu bu gün gəldik Körpəli ziyarətə. Allah ziyarəti qəbul etsin, qismətlərsin. Böyük qayıdı inşərəfə əvvəl ilkin Görüşürəm. Sağ olsun. Cennet kuşları. Allah ziyaretinizi kabul etsin ama olur. 30 ildən sonra qismət 30 il, 32 ildən sonra ilk dəfədir Dundarıya gəlmisiniz. İnşallah. Allah xeyir etsin, ziyarətinizi Allah qəbul etsin. Amin. Allah bu işlere sebep olan da kömək olsun. Ömür zümrəsin gibi siz ziyarete geldiniz 30 ildən sonra. Vətən həsrətiyle kalmıştık. Amin ya Rabbal Alemin. İlahi amin. Esselamu aleyküm ya şehit şehada. Esselamu aleyküm ya ehli gabi. Ve hürmeti sureti mübarek dili. Fatiha Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Malik yevmindin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakim. Sıratal lezîne en'amte aleyhim gayril mağzubi aleyhim velezzâlim. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah yeri beştirsin. Nasıl olsun? Yaşamınız cennet olsun. Allah'la valideyimizden Karanmışlar. doğmayan bütün akabimize sabitsin sağ olun. Helasçalar. Sağ olun, teşekkürler. Çok sağ olun. Allah kabul etsin ziyaretinizi. Əziz qardaşlarım, bacılarım, Allah qismətlərdə 32 il sonra kəndini ziyarət etmək qismət oldu. Allah şəhətlərimizə rəhmət eyləsin, yerə böyük desin, kəndinə ziyarət olsun. Allah Allah valideynlərinə, ailə üzvətlə olmasından sağ olsun. Təşəkkür edib, görüşürüz, sağ olsun. Şəhidlərimizin hesabına 33 ildən sonra vətənimizə gəlmişik. Allah onları rəhmətli eləsin. Allah onları cənnət məkan eləsin. Allah bu işdə təşkil edən kömək olsun. Ömrümüzün olsun ki, bizi həsrətə qovuşturdu bu 32 il həsrətinə. Gəlmişik valideynlərimizin ziyarətinə. Amin. Rüyalarımız. Allah məqamların, məkamlarını uca eləyib, bizləri də uca tutmağa borçluyuq bir vətəndaşdır. Şimdi dəstəmiş dua verib dərsləşək. Buyur, buyur. Amin ya Rabbal alemin. Ya amin. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Allahümme khir vel müminat vel müslimine vel müslimat el ehyâi vel emvât. İlâhil mehrumil alim fi hak Muhammedin ve alihi ve hürmeti sureti mübarek dedi. Fatiha Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Maliki yevmindin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakim. Sıratal lezîne en'amte aleyhim gayril mağzubi aleyhim velezzâlim. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allah rahmet eylesin. Allah tüm şehitlerimize rahmet eylesin. Hayırlı işler. Amin ya Rabbal alemin. İlahi amin. Esselamu aleyküm ya ehliyâ. Sarıyla ve çıkıyla. Vel müslümine vel müslüman. Aleyhine cümle ve lemman. İlâhi ve mehmûmen. Bir hak Muhammedin. Allahümme salli ala Muhammedin ve ali. Bismillahirrahmanirrahim. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakim. Sıratal lezîne en'amte aleyhim gayril mağzubi aleyhim velezzâlim. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammedin ve ali. Görüşen kardeşim. Allah şahidimize mi geldi? 30 kişisi bizim şahımızdan hele biz böyle gelmiştik. Allah kısmet yerli şahımızın kapısına ziyaret ettik. Daha iyi. Sağ ol, teşekkür ederim. Amin. Allah sənin də ölənlərinə rəhmət eləsin. O cümlədən də bu qəbirstanlıqda uyuyan bütün ölülərə rəhmət eləsin. Allah torpağı sana bütün kəndimizin cəmaatına, zamanlarına, gənclərinə ömür versin.
evliyadır, övlatlar da onun evliyadır. Neslimiz altı oluyor evliyadır. Allah bizi olan bağlı ayırmasın inşallah. Amin ya Rabbal Alemin. İlahi amin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Esselamu aleyküm ya ehli gabir. Sagiren ve şebiren. Vel müminat. والمسلمين والمسلمات الأحياء منهم والأموات إلى روح المحمود العليم في حق محمد وآله وحرمة سورة المبارك اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا اللهم صل على محمد وآله Allah rahmet eylesin. Allah dünyasını versin. Sağ olun. Allah sizleri zararını versin. Allah yerden geçti. Bize hakkınızı helal edin. Bizim de sağ olun. Allah rahmet eylesin. Torpağı sana, Allah doğmalarına, azizlerine ömür versin. Caddi hamza kömək olsun. Maşın gelmek bu gördüğünüz baştaşı benim ata Mustafa babanın rahmetliğin atası Hacı Gazi Mehmet Beyçet'in atası Hacı Mustafa Efendi galiba. Onun atası Hacı Mehmet Efendi'di. Mehmet Efendi'nin atası Hacı Sami Efendi'di. Bir de yanı Hacı Mehmet Efendi'di. Bir 7. dönümdü. 1910. yılda dünyasını değiştirip Dundar Şeker'sin defnedildi. Hemen 1910 yılda dünyasını değiştirdi. Mustafa Baba Toyeli 1905 yılda. 10. yılda dünyasını değiştirdi. 30 yılda bunun hasretine yaşırdı. İsmet'e gelip kabir taptı. Allah rahmetli eylesin, yerin değiştiği meşen cennet eylesin. Allah kabrinden razı olsun. Allah cemil zağın ülkesine rahmetli eylesin. Allah cemil soy kişisine rahmetli eylesin. Yeri değiştiği meşenle cennet olsun. Allah bu kabri cemil ehli rahmetli eylesin. Yeri değiştiği meşenle cennet olsun. Allah Allah evlatlarına doğumdan sağlık sabır olsun. Aziz günler. Allah Teala cemil hakkımız olsun. Bizler olsun, gelen mücadelelerimiz olsun, meşenimiz olsun. Yaşayan ve daiminde nezarımız dikkatimiz olsun. Amin ya Rabbal Alemin. İlahi amin. Esselamu aleyküm ya ehli gabir. Esselamu aleyküm ya Hacı Mustafa Baba. Esselamu aleyküm ya şehit şehadat. Esselamu aleyküm ya seyyid evliya. Allah'ım vefirin. Vel müminat. Vel müslimine vel müslimat. Vel hiyayi vel emvat. İlâ rahimna kullâlim. Bi hakkı Muhammedin ve alihi. Ve hürmeti sureti mübarek ileyh. Fâti Allahümme sallallahu aleyhi ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Errahmanirrahim. Malik yevmidin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim velezzâlin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allah rahmetli eylesin. Alemin. İlahi amin. Esselamu aleyküm ya ehli gabir. Sagiren ve şebiren. Vel müminat. Vel müslimine vel müslimat. El ehyâi minhum vel emvat. İlâ ruhil mahmud aleyh. Bi hak Muhammedin ve alihi. Ve hürmetli sureti mübarektir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Errahmanirrahim. Malik yevmidin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim velezzâlin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammedin ve
Allah rəhmət eylesin. Allah yerini geçirsin. Allah qəbirlərini nurlandırır. Allah afətlərin versin. Qardaş payı istiqim yerdədirlər. Allah bizlər də o dualarını əsirləmə. Oğlu, deməli 32 ildən sonra 1993-cü il avqust ayının axırlarından Dondarlının, Qubatlının işğalından sonra 32 ildən sonra Dondarlıya gəlirsiniz, bir çox yerləri ziyarət elədiniz. Özünüz üçün müqəddəs olan, ailəniz üçün müqəddəs olan ziyarət elədik. İndi gəlmişik Dondarlı kənd məscidinə. Dondarlı kənd məscidi də ulu babalarımızın yadigarıdır. Allah ev olmasından da əlavə olaraq. İndi siz ürək sözləriniz zəhmət olmasa hansı təəssürat bağışladı sizə gəlişiniz? Hansı hissləri yaşadınız? Zəhmət olmasa buyurun. Hoş resmen yapmadım ki Hasan Düşen'de yaklayalım, biz ağlar yani, saat anlatması oldu. Hastanede ipset yerlerim, bir Allah sağ olsun. Evet 92. yıl, 1992. yılda bizi 2 neferden çağırdılar. Hepsi beraber etmişiz. Yavuza'dan ay. Geldiğimizde beraber geldi evre aldı. 2 nefer oğlan geldi bu mescide. Sol dışarısında kaldı evler. Bir şüphesi berat vermişiz. Şahsında Raşmet başçı. O geldi. Dedi ki bunu bir söküyor. Destek edeyim. Sonra ve tercih başında telefon. Böyle bir yok sökülme. Sökülme. Mesela bir zaman meselesinde meslek diyetler. Meslek etrafı söküler. Allah'ım söküler. Burada ülkelere vardı, Sevik vardı, Pas vardı. Söküler mesleği servis diyor. Köşeye aktardılar, içi tercih tamir eder, içini döşedik. Bu tesadüf olan için kaçkın oldu, bildirdiler. Beni arka görüldü. Biz 70 yıldır hatta bana mesela ziyaret etmiş olmamışlar, 30 yıldan mümkün olmadı camiye. Bu yıllar indi kısmı Şehsi vardı da mescid değildi, bu da Nabi Mescid. Bu mescid takdimen değil, belki neydi? Üçüncü Nabi Şahapsılar bölümü için bu mescid. Kemer burada. Böyle din darı diymişler. Din dar ev demek yaratıyor. Din evi değil demek. Şeriat'ta böyle değil. Bu biraz da yaşlı beraber onu bu mescid yerleşen mescid. Burada büyük alimler Şeyh Mehmet Efendi, Salah Şerif, sonra Abi Qasım Ağabey, Hacı Mustafa Efendi, Sırak Şerif, sonrası alimler burada namaz kıldılar, ibadet edildiler, dersçesiler. Tabi zamanla sonuç ve ara kırıldı, yine arasıldı. Yine inşallah mescidimlerimizdedir. Her sıra dolaşıp sevmiyoruz, sözü hakim olmasa. Bize hayal çıkacağız, kuş çıkacağız, mescide gelmişik. Ağla ciğer bir mesle de değildi. Biz bugün durmuş burada ailevi mescide ziyaret ediyoruz. Bunlar da işte. 1924 yılda ahırıncı namaz kıldık mescidde. Yine kısa sonra namaz kıldık. 100 yıl. 100 yıl içerisinde aradan dergi. 100 yıldan sonra o 24'ten bu 24'e kadar biz burada Kutularından namaz. 100 yıldan sonra kısmet oldu. Namaz kıldık. 100 ildir ki 100 ilin tamamında təzədən Namaz kıldık. buradan namaz qılmaq sizlərə nəsib oldu. Rəhmətli babam gəlsə qonaq çağırdıq buradakı məsciddə işləyənlər. Qonaq çağırdı, qonaqlıq elədik. Ondan sonra ora düzələn sonra palaz apardıq, döşək apardıq, palazat, dəmli dəstgahı olan sonra bu babamın evi qaynatamın. Bir idarə müdürü bana söz verdi ki, burada işe seçeceğim. Bu kanun ya vermedi diye ondan geldi. Gelip böyle büyük lüstü getireceğim. İsmet olmaz. Getdi danıştı da qaçqın oldu gətirəbilmədi. Bir lüstü qalmış biraz. Kapısının qəşəng kapısı vardı. Şirkləri mən sən şeydə dirəkdən astım. Məsələ sağladı. İçinə də xeyli paltar döşədik. Palazı öldürdü. Burada xeyli döşədik, şey var qəşəng. Bir şu günə asılış olmağa görə bir cəhşiyər zaman qəşəng təmin olunmuşdu. Mesela çok uzun mesele olmasın. Allah canınızı sağ eləsin. Allah Rəhmətli daimin oğlu Mehdi dedi da. Dedi buranın hadişan baxımdan qalan nəticədir. Baxımdan hadişan adamlar gəldi. Namaz qılıb. Allah Mehdi müəllimə də rəhmət eləsin. Allah bizləri bu torpaqlara təkrar gətirən şəhidlərimizə də rəhmət eləsin. Məqamları, məkamları uca olsun. Hələ, gedək var.
Bizim evde orada Qaçıq Nəbinin yatdığı damı da göstərəcəm sizə. Bizim orada sıcak. O da bilirəm də, o üstdən bilirəm. O damda gəlib yaralı yatırmış. Hesabına kəllə-kəlliyədir. Bu könəbdə Kədim var, tam gəlib adam vardı. Axırda Qaçıq Nəbinin yaralı yatdığı o evdə. Bəhlul, bəlkə sənin də fikirlərin, hansısa əlavələrin var. 32 ildən sonra. 32 ildən sonra gəldi, yəni gördük, bizim də arzularımız için oldu. Çok hoş oldu, böyle hoşlar. Allah senden de razı olsun ki böyle çok Vermez ya, çiçek yarattın, hep işler Bu teşkil işlerin təşkil olunması, məsələ gəlməyimiz, bura namaz qılmağımız, bu eyləməyimiz doğrudan möcüzəsidir. Kimin ardı var? Allah düzəltdir işi, möcüzəniz. Allah bizi bura gətirən, yenə deyirəm, şəhidlərimizin Yerə böyüşdürsün. ruhlarının şad məqamlarını düz eləsin. Bu yerdə, bax bu məşədə, bu məsələ böyüşüblər. Atasının anasını Bax bu ərazidə burada böyüşüblər. Deyirəm, məsələ burada əzən veriblər. Tərifliyiblər məsələsini, çöplər böyüşdürürlər. Ayət gəlib çatıb burada. Ama olursan da ki, Resul sen de dedi, sen de Allah canınızı sağ eləsin, inşallah bizlərə əm olur, nəsib eləsin, gələk burada, kəndimiz bərpa olunsun, kəndimizin gəncləri, cavanları burada verilən əzan sədaları ilə mənəvi tərbiyə alsınlar. Allah teşekkür ederim.